Sabahın xeyir Azərbaycan. Bugün sobada hot dog hazırlayacağım, amma hazır xəmirdə. Xəmiri belə uzun sov kəsirik. Bir neçə dənə lazım olacaq, səsikan sayına görə. Səsikanı götürürük və səsikanı bu şəkildə xəmirə bükürük. Üzərinə bir ədəd yumurta. Üzərinə də biraz çörək otu əlavə edirik. Tam 20 dəqiqə bizim hot doglar hazırdır. Görün nə qəşəngdir. Hələ buradakı qoxulardan danışmıram. Siz də mütləq hazırlayın, dadına baxın. Hamıya nuş olsun.